Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə çox asan formada hazırlanan tort reseptini bölüşmək istədim. Hazırlaması çox asan, amma bir o qədər dadlı olan meyvəli tort reseptidir. Əvvəlcə 4 yumurtanı ağarana kimi çalıram. Üstünə 150 qram şəkər tozu, 100 ml duru yağ, 1 baş qabartma tozu, 1 baş vanil, 2 qram qədər Neskafeni atıb yaxşıca qarışdırıram. 200 qram unu da əlavə eləyirəm. Ən axırda isə 2 xörək qaşıq qaynar su əlavə eləyib yaxşıca qarışdırıb əvvəlcədən qızdırdığım sobada 30-35 dəqiqə bişirirəm. Biskvit soyana kimi mən isə kremi hazırlayıram. Krem mən pendir və bişmiş qatlaşdırılmış malokodan istifadə elədim. Əvvəlcə kəsdiyim biskviti yumru bir şeylə bu formada streçlədiyim qaba qoyuram. Üstünə isə kremləyirəm. Burada da mən jeləni özüm hazırlamışdım. Çiyələr mürəbbə soyundan. Bu formada tortu qabın içini doldururam. Bir qat krem eləyirəm. Biskviti qoyuram. Mən meyvə olaraq banandan istifadə elədim. Siz başqa meyvədən də istifadə eləyə bilərsiniz. Üstünə yenə jeli atıram. Axırda isə biraz kremi az vurub, streçləyib 2-3 saat qədər xaldeynidə gözlədirəm ki, soyusun, tort özünü tutsun. Sonrası açıb, tərs çevirib, üstünü kremləyirəm. Bu formada eləyib, asan formada çıxır, streçlə eləyəndə. Bu formada eləyib, üstünü kremləyib, bəzələyib, bəzəklər vururam. Siz də istədiyiniz kimi bəzək vura bilərsiniz. Mən bu formada elədim. Fərq yoxdur, hansı bəzəkdən istifadə eləmişsiniz. Sonra isə 2-3 saat xaldeynidə gözləyib, kəsib nuş edirik. İnanın möhtəşəm alınır. Siz də hazırlayıb nuş eləyə bilərsiniz.